Amma bəzi xanımlar nəyisə görə retinoldan qorxur. Bu qorxmaq səbəbi nədir? Təsiri nədir? Və retinol edəndən sonra hansı kremlərdən istifadə etmək lazımdır? Təcrübəli olduğu üçün həm Şəfəq xanım, həm Mustafa bəy təcrübəli insanlar olduqları üçün və əlimizdəki məhsullar keyfiyyətli olduğu üçün tez bir zamanda, yəni bir ilə görəcəyimiz işi biz bir neçə ay içərisində gördük və hal-hazırda da bu davam edir. Səhər durub aynaya baxanda üz olur şüşə kimi. Şüşə kimi demişkən, gəlin Koreyalardan danışaq. Hamilə xanımlar, yeniyetmə qızlar, gənc uşaqlar, oğlan uşaqları bu məhsullardan istifadə edin, mütləq istifadə edin. Şəhərdə bu səs salıb demək olar. Çünki mənim tanıdığım hansı ki xanımlar bu məhsullardan alıb, məndən soruşurlar bu məhsuldan almısan? Deyirəm, yox, hələ ki gəlməyib. İndi gəlin Bakıya, mütləq mən də bunu əldə edəcəm. Xoş gördük hər birinizi, sevimli izləyicilərimiz, xüsusilə xanımlar. Ekran qarşısına yaxın əyləşin. Bugün çox maraqlı olacaq. Üz baxımından danışırıq. Və bugünkü verilişimizin özəl bir qonağı var. Şəfəq xanımdır. DS Vilayının Azərbaycandakı rəhbəri. Şəfəq Bildirici. Xoş gəlmisiniz. Hoş buldum. Necəsiz? İyiyim, teşekkürler. Sizler nasılsınız? Biz də çox yaxşıyıq. Çox gözəlsiniz. Çok teşekkürler. Siz de öylesiniz. Sizi burada qonaq qismində görməyəmə çox şadam. İstərdim ki, bizim bütün xanımlarımız sizin məhsullarınız haqqında məlumatlı olsunlar. Çünki siz digər markalar kimi özünüzü çox gündəmdə saxlamırsınız. Hər kəsə təqdim etmirsiniz. Çünki bilirəm ki, bəzi şirkətlər, bəzi markalar, brendlər var ki, Azərbaycana gələr-gəlməz bütün blogerləri, tanınmış simalar ətrafına yığırlar və hər kəsdən reklam etməsini rica edirlər. Siz də öz növbənizdə sadəcə olaraq özünüzü tanıtmaq istəyirsiniz, şirkətinizin nə zaman yaranmasını, hansı məhsulların olması haqqında bilgilər vermək istəyirsiniz. Bir növ xanımları gözəl görmək üçün öz yolunuzla gedirsiniz. Çünki bunu süni şəkildə, abartılı şəkildə etmirsiniz. Bu çox sevindirici halda ilk növbədə. Teşekkür ederiz. Şimdi aslında bunun sebebi bizim şirketimizin kurucusu Dilay Şahin. Kendisi kendi için ürün üretmeye başlıyor aslına bakarsanız. Daha sonra ürettiği ürünleri diğer hanımefendiler de kullansın diye pazarın içerisine sokuyor. Bu 2019 yılında kurulmuş bir şirket. 2019'dan beri aktif olarak çalışıyoruz. 57 ülkede ürünlerimiz kullanılıyor şu anda aktif olarak. Almanya, Kore, Hollanda, Belçika, Fransa, bu taraf Türkiye, Azerbaycan, Dubai, Katar, Bahreyn. Ne zaman gəldiniz Azərbaycana? Azerbaycan'a daha 2-2,5 aya kadar oluyor geleli. Sanki illərdir buradasınız. Ben Azerbaycan'ı çok seviyorum. Herkes sizi çok seviyor. Burada bəlkə də yanlış anlaşılma olacaq. Mən blogerlər haqqında mənfi rəy bildirmiş kimi oldu. Əslində qalsa bu normal bir şeydir. Amma sizi onların təqdimatı olmadan artıq tanıyıb sevməyə başlayırlar. Yəni özünüzə güvəniniz bir qədər yüksəkdir. Məhsullarınızın keyfiyyətli olması ilə bağlıdır bu. Kesinlikle öyle. Mesela şöyle bahsedeyim. Bizim mesela temizleme köpüğümüz bana bazen, şimdi biz bunu bir pazar ya da marketing için yapmadık işin açıkçasını söylemek gerekirse. Neden 500 ml ticari olarak soruluyor böyle. Çünkü bizim ürünümüzü 6 ay kullanması lazım ki bir hanımefendinin gerçekten iyi bir sonuç alsın. Ama bir kere alıp 100 ml'ini sonrasında kullanmayacağını ve bırakır diye biz faydasını görebileceği boyutlarda mesela üretimlerini yaptık. Yani günde 2 kere bundan istifade etse Evet. 6 ay yeterli olur. Hayır, tabii ki de sürekli olarak kullanılması lazım. Fakat ama cildin pH'ını, pH'ını dengelemek için 6 ay kadar kullanması gerekiyor düzenli. Bu təxmini nə qədər O yetir? tam tahmini 6 ay kadar gidiyor. Onu soruşdum. Evet. Təxmini 6 ay. Evet. Mən də bunu yavaş-yavaş biraz ekonomiya eləyirəm ki, gec bitsin, onda ürəklə istifadə edəcəm. Mən sizin məhsullarınızı ilk növbədə Türkiyədə olanda almışdım. Mən Instagram səhifəsində də paylaşım etdim. Sizin Bakıya gəlməniz haqqında məlumat eşidəndə çox sevindim. Bir var ki, Türkiyə, İstanbula və yaxud digər şəhərlərə tanışlar gedəndə rica edəsən ki, məni ondan al. Amma Bakıya gəldiyinizi biləndə aldım və sonra sizinlə tanış oldum. Evet. Bizim tanışlığımız əslində qalsa təsadüf nəticəsində oldu. Və sonra gördüm ki, hər kəs sizi sevməyə başladı. Bu sizin xarakterik xüsusiyyətinizdən irəli gəlir. Təbəssümünüz və əlbəttə ki, insanlara olan münasibətiniz. İndi isə gəlin keçək şirkət haqqında bir qədər danışmağa. Bu çox məsuliyyətli bir işdir.
Yəni böyük şirkəti Azərbaycanda təmsil etmək layiqincə. Yəni vaxtınız olur şəxsi həyatınıza, dost tanışlarınıza? Gerçekten olmuyor. Olmuyor. Yani biraz ben fazla işkolik bir insanım galiba. Çalışmayı da seviyorum. Hoşuma gidiyor aslında bakarsanız ama tabii her insan gibi bizim de bazen ya artık yeter dediğimiz zamanlar oluyor istemsiz bir şekilde. Bəs evə gedəndə bu məhsullarınızı istifadə edəndə nə hiss keçirirsiniz? Ya iyi ki bu işin içerisindeyim bu arada. Çok hevesli bir şekilde ben başladım. Zaten ben ürünlerle sizin gibi diyeyim daha doğrusu. Ben de Dilay'ı tanımam, firmayı bilmem. Bana da bir arkadaşım önerdi. Benim ellerim sürekli çatlardı. Sürekli böyle kremler kullanırdım ama sürekli ellerimde bir çatlak hissiyatı hissederdim. Sonra Dilay'ın ürünlerinden bir tanesini verdi. Sucrafalt içeren bir ürünü var. Sucrex. Ondan kullanmaya başladım. Kullandıktan sonra bir baktım ellerimde iyileşmeler gördüm. Sağaldın. Ya evet. Dedim bu kuruluk gitti. Nasıl oldu? Başka ürünlerini kullanmaya başladım. Sonra göz çevresi ürününü kullandım. Sonra bubble pet'ini kullanmaya başladım. Yavaş yavaş artık markayı merak ettim. Arkadaşım dedi ki ya bir gün gel seni Dilay'la tanıştırayım. Gittim Dilay'la tanıştım. Çok sevdim. Gerçekten Alman vatandaşı ve işine inanılmaz derecede disiplinli bir hanımefendi. Sonra buraya geldikten sonra Bakü'de ben başka bir iş için gelmiştim. İşin açıkçası söylemek gerekirse aklımda hiç DSV ilan yoktu. Dilay'la konuştum. Ya dedim Bakü'nün de dedim böyle bir şeye ihtiyacı var bence. Çünkü hava çok kuru, rüzgar. Hanımlar baxımlı. Hanımlar aşırı derecede bakımlı. Çok güzelsiniz bir kere öncelikle onu söylemem gerekiyor. Dedim ki bu ürünlerden kullanmaları lazım onların da. Böyle bir yola çıktık. Şu anda da yeni artık startımızı verdik. Başladık diyelim. Yaxşı ki bu yola çıxdınız ilk İyi ki, növbədə. iyi ki. Və ümumiyyətlə bizim xanımlarla tanış olanda, məhsulları təqdim edəndə, onlardan geri dönüş olanda nə hiss keçirirsiniz? Biz bir lansman düzenledik Four Seasons'la. Gelen misafirlerimize hediyeler verdik. Sonrasında tabii ki de aradık kendilerini. Nasıl buldunuz, kullanabildiniz mi ürünlerimizi falan sorularımız oldu. Hiçbir hanımefendiden kötü bir geri dönüş almadık. Çok beğendiklerini söylediler. Bu da tabii insanı mutlu ediyor. Hani iyi bir şeye vesile olmuşsun hissiyatı veriyor. Çünkü hani yapacaksak bir şeyin ya en iyisini yapmalıyız ya da hiç yapmamalıyız mantığıyla aslında ben ilerliyorum hayatımda. Zəhmətiniz boş yerə getmiş olmur. Kesinlikle gittiğini düşünmüyorum. Kənardan çünki çox asandır görünür. Rahat şəkildə kimsə hər hansı bir markanı, firmanı Bakıya gətirdi, təqdim etdi, satış oldu, olmadı. Amma bunun arxasında böyük bir zəhmət durur. Böyük bir əziyyət durur. Və əziyyətin bəhrəsini insan görəndə çox xoşbəxt olur. Ben o konuda size bir şey söyleyeyim mi? Buyurun. Azerbaycan halkı o kadar yardımsever, o kadar böyle destekleyici ki hiç o konuda zorlanmadım. Yani ya da bilmiyorum beni mi çok sevdiler diye. Həm sizi çox sevdik, həm də biz xalq olaraq insanlara yardım etməyi çox sevirik, yəni çoxluq olaraq. Və ümumiyyətlə bisinol haqqında istərdim bir qədər sizinlə danışım. Çünki payız qış aylarıdır. Payız-qış aylarında xüsusilə xanımlar retinollardan istifadə edirlər. Bu da son zamanlar, son illər dəb halı alıb. Amma bəzi xanımlar nəyisə görə retinoldan qorxur. Bu qorxmaq səbəbi nədir, təsiri nədir və retinol edəndən sonra hansı kremlərdən istifadə etmək lazımdır? Peki açıqlamasını verək. Şimdi şöyle, retinolü genelde dünya çapındaki bütün insanlar yanlış kullanıyor. Retinol kullanımında biz fındık tanesi, badem böyle ufacık bir damla halinde yüze çok hafif tampon hareketleriyle uygulanıp üzerine nemlendirici kullanılması gerekiyor. Ve gece uygulamasına uygun bir ürün aslına bakarsanız. Fakat biz bazı bilinçli kullanmayan ve daha doğrusu bilmeyen ya da daha fazla kullanan, yani sanki daha fazla kullandığı zaman ürün daha fazla etki edecekmiş izlenimi var ama hayır. Olmaz. Yani retinolün fazlası tabii ki de zarar. Ve retinolün üstüne her zaman bir nemlendirici kullanılması gerekiyor. Güneş ışığına maruz kalınmaması lazım. SPF Kesinlikle SPF kullanılması lazım. Bu sadece gece olarak, yani ben SPF'i mesela 2 saat, 3 saat arada bir kullanıyorum. 2-3 saatdən sonra təsiri ölür. Hayır, tesiri ölmüyor. Yani şimdi şöyle,
sürekli havaya, sürekli dışarıdaki telefona, şeylere, radyasyonlara, bir sürü şeye maruz kalıyoruz zaten. Hani bunun bir süresi yok. Ama yeniden kullanmak SPF'i çok daha cildi daha fazla koruyabiliyoruz o zaman, öyle söyleyeyim. Misal üçün burada bir retinol var göz ətrafı üçün. İstərdim bunu izləyicilərimiz də görsün. Yoxsa səhv dedim? Evet. Bu göz ətrafıdır göz yoxsa? etrafı. Göz ətrafıdır. Yok, evet, göz etrafı. Mən bundan istifadə edirəm, deyirəm bəlkə yanlış etmişəm. Göz ətrafıdır. Bunun üzərinə digər göz ətrafı krem tətbiq etmək lazımdır yoxsa yox? Hayır, o sadece onun içerisinde Bokusil var. Retinolün 0.3'lük hali, yani çok damıtılmış bir halinden bahsediyoruz. Göz çevresindeki çünkü derimiz daha ince, daha az yağ tutabilen bir kısma sahip Daha olduğu tez için kırışır. daha hızlı kırışmaya meyilli bir tarafta olduğu için biz bunu sadece göz çevresinde yani göz çevresi dahil kullanılabilir. Yüzə də olar. Tabii ki de yüzde de olur. Yani göz çevresinde de kullanılabilir demek için aslında retinol eye olarak yazdık. Aydındır. Mən onda bunu yanlış istifadə etmişəm. Bunu üzə də istifadə etmək olar. Tabii ki de. Digər məhsullar, sizin yanınızda bir məhsul var. İstərdim ki, onun haqqında da bir məlumat verəsiniz. Yoxsa digər əməkdaş ətraflı məlumat verəcək? Tamam, mən kendisi istəyirəm hər versin. şey bir anlıq olsun, tez olsun və izləyicilərimiz məlumatlansın. Aydındır. Və biz istərdim sizi bir qədər bu ürünlərin, yəni xarici ölkələrdə tələbatı haqqında sizinlə danışaq. Türkiyədə, Almaniyada, istehsal həm Almaniyada olur, həm Koreyada, həm Türkiyədə. Evet. En çok alıcı qüvvəsi hansı ölkədədir? Şimdi şöyle, aslında bizim öyle bir dağılımımız yok. Türkiye'de çok iyi bir kitlemiz var. Aslında yani kabataslak söylememiz gerekirse Almanya menşeli olarak çıktık. Biz ilk bu yola. Almanya'da başladı şirketin kurulumu. Daha sonra Hollanda, Belçika, Bulgaristan, Yunanistan, Arnavutluk, şu an o bölgelerde çok fazla yoğunlukta. Fransa'da, İtalya'da özellikle Dilay Hanım aşırı derecede ünlü. Gerçekten. Çok seviyorlar ve çok beğenerek kullanıyorlar ürünlerini çünkü. Bu arada çok benzirsiniz siz. Dilay Hanım'la mı? Bəli, deyiblər sizə. Yok, söylemediler ama söyleyeceğim. Söyləyin. Beni gerçekten buna bu kadar heveslendiren kişi Dilay Hanım. Yani bu yolda bu kadar ilerleyebilmemin bir kısımda sebebi kurucusu. Avrupa bölgesinde çok fazla kullanılıyor. Türkiye'de 9-10 tane master'ımız var. Dünya çapında çok fazla master'ımız var. Amerika'da bile bizim kullanımımız var. Yani orada da bayiliklerimiz var. Hollanda ve Belçika önde gidiyor işin açıkçası söylemek gerekirse. Hollanda'da. Orada ilk masterlarımız, yani ilk DS'in oluşumunda ilk en baştan beri bizimle beraber yol yürüyenler. Yani 12-13 yıllık masterlarımız var orada. Ki keza bilirsiniz, Hollandalılar, Almanyalılar böyle gerçekten sonuç olmayan bir şeyin üzerinde çok fazla ilerlemezler. Avropada yaşayan əhali, yəni ki, əksər hallarda bəzi ölkələrdə təbii ki, nəticə görmədən ya şikayətlərini bildirəcəklər, ya da ki, ümumiyyətlə uzaq duracaqlar o məhsullardan, heç kəsə tövsiyə etməyəcəklər. Və istərdim ki, yenə də Azərbaycana gələ 2 ay yarımda Azərbaycandasınız və məhsulunuzu təqdim edirsiniz. Hazırda bir mağaza yoxdur. Hayır, şu an için yok. Və gələcəkdə gözlənilir. Tabii ki de. Və indi bir izləyici bizi izlədi, gördü, Instagramda, YouTube'da fərqi yoxdur. Məhsulunuzu əldə etmək istəsə, hara müraciət etsin? Web sitemizden sipariş oluşturabilir. Instagram sayfamıza yazabilirler. Orada iletişim bilgileri mevcut. Buralardan temin edebilirler. Bu şekilde. Biz altı yazı olarak o zaman yazarıq ki, onlar da müraciət Çok etsinlər. sevinirim. CS Velan şirkəti haqqında olan podkastımız davam edir. Növbəti qonağımız Elnur Tağıyevdir, PR menecer. PR ataq menecer deyək. Menecer. Hə, menecer. Çünki Amma mən biz- ümumiyyəm axı. Bu hissəni mən kəsməyəcəm, elə belə də gedəcək. Necə? Bunu da çözək. Burada qalacaq. Menecer deyək. Menecer. Menecer. Xoş gəldiniz. Başda onu deməyək, menecer. Yox, elə belə qalsın. Necə belə qalsın? Qalsın da. Xoş gördük. Xoş gəldiniz. Ümumiyyətlə,
bir ara zarafat yarı gerçeğinə verilişimizi başladıq. Amma mən sizi PR menecer kimi görürəm. Çünki həqiqətən də bu şirkəti tanıtmaq üçün əlinizdə nə gəlirsə edirsiniz və bir var ki, iş xətrinə nəsə edəsiniz, bir var bunu sevərəkdən edirsiniz. Bu da hiss olunur. Çox sağ olun. Dəvətiniz üçün də təşəkkür edirəm. Bəli, mən şirkətin həm PR meneceriyəm, həm sürücüsüyəm, həm belə deyək də. Şəfəq xanımı yaxın dostusunuz. Bəli, həm Şəfəq xanımı yaxın dostuyam və Qalen yatırım şirkətini Azərbaycana gələndə Şəfəq xanım və Mustafa bəy bura gələndə biz mənimlə belə deyək də irtibata keçdilər və biz burada Azərbaycanda bu sistemi bərabər qurduq. İndi şükür Allaha çox ciddi bir şəbəkə var və bu şəbəkənin içərisində artıq işlər var. İstər Qalen yatırımın digər sahələrdəki uğuru olsun, istər DSV Line olsun. Doğru bilmisiniz. Bəli, Şəfəq xanım eyni zamanda mənim dostumdur. Yəni biz bura sadəcə biz belə deyək də biznes xatirinə tanış olmamışıq. İllərin dostluğu var aramızda və bura Azərbaycana gələndə də ilk mənə zəng vurdu və biz başladıq Azərbaycanda bu səpkidə nümayəndəliyin açılmasını həyata keçirməyə, ondan sonra şirkətin təqdimatlar etməyə, şirkətin məhsullarını təqdim etməyə və s. və ilaxır və düşünürəm ki, arxamız belə deyək də təcrübəli olduğu üçün, həm Şəfəq xanım, həm Mustafa bəy təcrübəli insanlar olduqları üçün və əlimizdəki məhsullar keyfiyyətli olduğu üçün tez bir zamanda, yəni bir ilə görəcəyimiz işi biz bir neçə ay içərisində gördük və hal-hazırda da bu davam edir. Sizə bu təklif gələndə ilk növbədə sizin cavabınız hə oldu, yoxsa bir qədər düşündünüz? Yox, əlbəttə ki, hə oldu. Çünki Şəfəq xanım dediyim kimi mənim çoxdankı dostumdur və bilirdiniz ki, onun gördüyü iş yaxşı olacaq. Mən onu çox yaxşı tanıyırdım. Bu işlərdən də əvvəl tanıyırdım və uğurlu bir insan olduğunu bilirdim. Azərbaycanda da uğur qazanacağına əmin idim. Çünki Şəfəq xanımın eyni zamanda öz bildirmək də istəmir. Şəfəq xanımın kökü Azərbaycanlıdır. 300 il əvvəl buradan getmiş Azərbaycanlı ailənin bir nümayəndəsidir. Qan çəkir deyirsiniz. Bəli, 100%. Əhmədli kəndində. Geri çağırdı. Bəli, bəli. Əlbəttə, bu çox gözəl haldır ki, siz işinizi sevirsiniz, bayaq da qeyd etdiyim kimi və işə, türklərin bir sözü var, işinə odaqlanmaq. Yəni, işiniz sizin indi bu dəqiqə həyatınızın mərkəzidir və ayrılmaz bir hissəsidir. Təbii ki, ev, ailə, onlar öz yerində. Amma işi sevərək ərsiyə gətirəndə onun nəticəsi daha gözəl olur. Siz buna maaş xətrinə baxmırsınız, siz buna vaxt gəlsin, maaşımı alım, vaxt bitsin, bugün ay neçəsidir, kalendara, tarixə baxmırsınız. Bu şirkətin gələcəkdə daha da yüksəklərə getməsinə zəmin yaradır. Çünki komanda güclü olanda nəticə də möhtəşəm olur. Yenə də kadr arxasında gözəl xanım var, Nigar xanımdır, səhv etmirəmsə adı. Aysu xanım var və onların da işi necə sevdiyi, mən düşünürəm ki, sizdən irəli gəlir. Siz, Şəfəq xanım, hər kəsi komanda şəklində yığmağı bacarırsınız. Və burada bizim qarşımızda jurnallar var. Burada təfərrüatlar var. Tərkib hissələri haqqında, məhsullar haqqında. Aysu xanım gələcək birazdan. Dəyərli həkim kosmetoloqumuz onunla da ətraflı danışacaq bu haqda. Mən istərdim ki, bir qədər şirkətin tarixi keçmişinə gedək. Necə yarandı? İdeya bilirəm ki, Dilan xanımdan gəldi və özü üçün bu markanı yaratmaq istədi. Sonra isə nəticə itibarilə böyüdü. Sizdən eşitsəydik, daha təfərrüatını maraqlı olardı. Dediyimiz kimi, yəni DSV Line şirkəti Dilay xanım tərəfindən yaradılmış bir şirkətdir və bu şirkət Qalen yatırımla müqavilə bağlayaraq Azərbaycan bazarında yeganə distributorluğunu, yəni Qalen yatırım şirkəti həyata keçirir və şirkətin tarixi keçmişi, yəni Qalen yatırımın yoxsa DSV Line-ın tarixi keçmişi. Siz də danışa bilərsiniz. Qalen yatırım bir deməli Mustafa Dərincə adlı bir iş adamının yaratdığı bir şirkətdir. Mustafa Dərincə bir fabrika sahibidir Türkiyədə və eyni zamanda Opal, Qalen kimi şirkətlərin sahibidir və o Azərbaycana gəlməyi və burada işi formalaşdırmağı qarşısına məqsəd qoymuşdur. Dilay Şahin xanım əfəndi də bu ünvanla Azərbaycana bu şirkətin xətti ilə gəlmiş və burada artıq öz məhsullarını
təqdim eləyir cəmiyyətə. Sizin sözünüzə qüvvət olsun. Bəli, səmimiyyət çox önəmlidir. Bizim şirkətimizdə biz hər birimiz bir-birimizlə dostuq. Təbii ki, bu dostluq professionallığın belə deyək də önünə keçmir. Professionallıq bir tərəfdə, dostluq bir tərəfdə əlbəttə ki, amma burada bir müdir və yaxud da bir işçi ailə görünümü yoxdur. Bəli, biz bir ailəyik, bir məqsədimiz var və bu məqsəd uğrunda mübarizə aparırıq və iş görürük. Nəticəni də belə deyək də yavaş-yavaş almağa başlayırıq. Xeyirli uğurlu olsun. Çox sağ olun. Çox sağ olun. Növbəti qonağımız Aysu xanım Əhmədlidir, həkim kosmetoloq. Xoş gəlmisiniz. Çox sağ olun İlay xanım. Necəsiz? Heyecanlı. Heyecanlı olmağa səbəb var? Yox. Əslində qalsa veriliş başlamazdan öncə bir söhbət eləyirdik, onda heyecan yox idi. İndi heyecanlı olmağa düşünürəm ki, səbəb yoxdur. Siz öz işinizdən danışacaqsınız. Mən də bildiyim və bilmədiyim sualları sizə verəcəm. Çünki bəzi sualların cavabını bilirəm, bəzilərini isə bilmirəm. Aysu xanım, gəlin məhsullar haqqında danışaq. Veriliş başlayandan məhsulları masaya düzmüşük və mən baxıram. Baxıram, ümumiyyətlə bunlar haqqında az-çox məlumatım var. Bunun mavi seriyasını mən istifadə edirəm quru dərilər üçün. Hal-hazırda yaşıl seriyasıdır və məlumat istərdim ki, siz tərəfdən gəlsin. Dediyiniz kimi İlay xanım, bizdə burada həm mavi, həm yaşıl seriyamız var. Mavi seriyamız quru və normal dərilər üçün, yaşıl seriyamız isə yağlı və akneye meyilli dərilər üçün istifadə olunur. Protokol üzrə hamısı sistemli şəkildə istifadə edilir. İlk öncə masada da gördüyünüz kimi bizdə burada köpüyümüz var. Mən sevdiyim ölçüsü də çox gözəldir. Normal şəkildə istifadə edəndə, inanırsa sözünüzü kəsirəm, üzürlü sayın, çünki yadımdan çıxacaq, bunu mütləq qeyd etmək istərdim. Bunu istifadə edəndən sonra üzü qətiyyən dartmır. Siz yəqin ki, bilirsiniz, üz yuma köpükləri istifadə edəndən sonra insan istəyir ki, getsin tez kremdən istifadə etsin ki, o nəm hissini yaşatsın dərisinə. Sanki tam olaraq quruluq olur. Baxırsan güzgüyə, dəri təmizlənib, amma quruluq var. Bunlarda yoxdur o hiss. Bəli, bəli. Həqiqətən də elədir və bunlar özlərinin bir məhsul digər məhsul daha da aktivləşdirərək daha gözəl nəticə verməyə kömək edir. Eyni seriyadan mütləq olmalıdır. Bəli. Biz köpükdən istifadə eləyib dərini yuduqdan sonra arxasıca ikinci etap tonikdən istifadə eləyirik. Bizdə masamızda burada görsənir, tonerimiz var. Yəqin siz də istifadə eləyirsiniz. Mütləq. Toner istifadə edəndə bəzən deyirlər ki, ələ tətbiq etmək lazımdır. Ondan sonra üzə vurmaq. Amma bəzən də pambıqdan istifadə edirlər. Hansı daha düzgündür? Orada məhsulun mənimsənilərək itirilməməsinə görə deyilir. Yəni əslində əsl qayda olaraq ələ tətbiq eləyib ondan sonra özümüzə masaj yolu ilə. Bunu da masaj yolu ilə. Bəli, istənilən məhsulu masajla tətbiq etmək daha gözəldir. Niyə? Dəriyə daha yaxşı olur çünki. Toniki vururuq və onun daha mənimsənilməsini gözləyirik bir müddət. Neçə dəqiqə? Dəridən asılı olaraq gözlənilir. 2 dəqiqə, 3 dəqiqə zaten artıq dəri onu mənimsəmiş olur. Tonik nə üçündür? Turşuluq pH deyirik biz. Dərinin pH-ını təmizlənməsindən ötürüdür ki, biz digər etapa keçə bilək. Digər etapımız nədir? Peelingdir. Burada məhsulumuzu da görürük. Bunları istifadə edəndən sonra hansı məhsulu istifadə etmək lazımdır? Üçüncü etap artıq peeling istifadə eləyirik. Masamızda da var burada. Bu peeling vasitəsilə dərinin ölü hüceyrələrinin təmizlənməsini biz təmin edirik və dəri daha yaxşı nəfəs alır, poralarımız açılır. O da bizə lazımdır ki, istifadə edəcəyimiz serumlar daha yaxşı mənimsənilsin. Həftədə neçə dəfə? Həftədə 2 dəfə, 3 gündən bir istifadə edə bilərsiniz. Mənim ən çox sevdiyim peeling. Həqiqətən bunlarda istifadə edəndən sonra ilk istifadədən insan təsirini görür. Bəli. Yəni biz bura xanımlar haqqında danışırıq, xanımlar istifadə etməlidir, yəni bəylər də istifadə etməlidir. Bizim bəylər bir qədər bu barədə tənbəldilər. Elnur bəyə gərək sual verərdim. Elnur bəy istifadə edir, yoxsa yoxdur? Elnur bəy istifadə edirsiniz? Bəli, bəli. Elnur bəy də istifadə edir. Çox sevindirici haldır bu. Və bunu sonra yumaq lazımdır üzdən təbii ki. Bəli, üzdən yuyulur, təmizlənir və digər etaplara keçilir. Sonra serumlar. Serumlardan öncə maskamız. Maska. Maska həftədə neçə dəfə? 2 dəfə, elə hər dəfə peelingdən sonra maska da tətbiq olunur.
Bu mütləqdir. Bəli, hamısı mütləq şəkildə. Niyə? Bu hamısı sistem şəkildə işlənən bir prosedurlardır. Burada akne sistemdir. yazılıb. Bu akneli dərilər üçündür, yoxsa? Sakitləşdirməkdən ötürüdür. Sakitləşdirir. Akneli dərini sakitləşdirməkdən ötürüdür. Ümumiyyətlə həm də nemləndirir. Akne olması o qədər bir qədər önəm kəsb etmir yəqin ki. Bunların hamısı zaten nemləndirir. Hamısı nemləndirir. Akne olsa da, olmasa da maska tətbiq olunmalıdır. Bəli, olmalıdır. Bunlar rutin şəkildə həftədə 2 dəfə olur. Bəs ümumiyyətlə əgər bunları biz çıxsaq, peelingi və maskanı qoyduq kənara, bunu həftədə 2 dəfə elədik və günlük həftə içi qaldı neçə günümüz? Bizim 5 günümüz qaldı. Bəli. 5 gün hansı prosedurlardan istifadə Mütləq edirsən? şəkildə üz yuma gelimiz olmalıdır. Onun üzərindən. Bəs makiyajın nə ilə yuyulur? Elə üz yuma gelimizlə Üz yuma yuyulur. geli ilə bu yuyulur. Bəli, həmişə. üzərindən də tonik istifadə olunur. Tərkib hissələri haqqında danışaq. Mən Şəfəq xanımla bayaq retinol haqqında danışdım. Bir qədər məlumat verdi. Xanımlar retinoldan qorxurlar, bəlkə də çox istifadə edirlər, ona görə qorxurlar. Bəlkə də yanlış markalara müraciət edirlər, qorxurlar. Sizin retinoldan istifadə edəndən sonra üzdə quruluq hissi yaratmır. Bu da çox önəmlidir. Çünki retinol adətən istifadə edəndə səhər insan durub üzünü təravətli görmək əvəzinə əksərən qırışlarının daha da dərinləşməsini görür. O bir müddətdən sonra effektinliklər göstərir. Yalnız cisim adını səhv deyirəm. Diesilan istifadə edən zaman həmin hiss yaranmır. Səhər durub aynaya baxanda üz olur şüşə kimi. Şüşə kimi demişkən, gəlin Koreyalardan danışaq. Onların özü niyə belə şüşə kimidir? Çünki onlar protokolu dalbadal yerinə yetirib, hər bir məhsulu necə lazımdır, qanuni şəkildə istifadə edirlər. Düzgün şəkildə. Bəli, düzgün şəkildə istifadə edirlər və bununla da gözəl nəticə alırlar. O genetik kodların bir o qədər də əhəmiyyət kəsb etmir Əlbəttə deyirsiniz. ki, eləyir. O da edir. O da eləyir, bəli. Və reklamlarda göstərirlər, barmaqlarını üzlərinə vururlar, parıltı, şüşə effekti. Biraz orada reklam da var əlbəttə ki. İşıqların təsiri var. Düzdür. Və makiyajdan da az istifadə edirlər. Onun da təsiri var. İnsanı qocalmasını bir qədər Mən gecikdirir. fikrimcə əksinə, makiyajdan çox istifadə edirlər ki, örtürlər. Çox istifadə edirlər. Örtücülük çox olur deyə onlar bilinmir ki, dərdə problem nədir. Düzdür. Bəs bu məhsul Bu məhsul bizim ən çox sevilən məhsullarımızdan biridir. Bu Bubble Pad adlanır. İstifadə etdiyimiz məhsullar üçün yol açır. Təmizləmə vasitəsi kimi yol açır. Bubble Pad sadə bir təmizləmə vasitəsi deyil. İndi mən dərinləməsinə izah eləsəm, mikroqabarcıqlar vasitəsilə dərdə olan poraları daxil olur, təmizləyir. 2 üzü var onun. Bəli. Sebumu tənzimləyir və bununla da dərinin daha rahat nəfəs almasını təmin edir. İki tərəflidir, 2 üzü var. Burada gördüyünüz kimi bir tərəfdə çəhrayı üzü var, digər tərəfdə ağ. İlk öncə çəhrayı tərəf istifadə olunur, daha sonra peeling vasitəsilə çəhrayı tərəf istifadə olunaraq təmizlənir. Daha sonra ağ tərəf ilə isə sadəcə olaraq o necə deyək, 2 də təmizlənlər gedəcəkdir. Təmizlənir. Əsas odur ki, üzümüz təmiz olur. Bəli, Nəticə bəli. etibarilə üzümüz təmiz olur və mən bildiyim qədərilə bunun içində bir neçə məhsul var. Düzü bundan məndə yoxdur, bundan istifadə etməmişəm. Yalnız bunun haqqında çox eşitmişəm. Və bir dəfə istifadə etdikdən sonra bunu atmaq, kənara qoymaq lazım deyil. Bir neçə dəfə istifadə etmək olar. Və səyahətə gedən xanımlar rahat şəkildə çantanıza bunu qoyursunuz. Sonra da istifadə edirsiniz. Bunu istifadə edən zaman, səhv etmirəmsə, köpüyə ehtiyac olmur. Yəni ölçü etibarilə bu çox böyükdür səyahətə gedən zaman. Bu məhsul haqqında danışdıq. Sonra Şəfəq xanımla biz kömək istədik. Şəfəq xanım bizə bir qədər ətraflı məlumat verdi. Çünki bu ped haqqında şəhərdə bu səs salıb demək olar. Çünki mənim tanıdığım hansı ki xanımlar bu məhsullardan alıb, məndən soruşurlar bu məhsuldan almısan? Deyirəm yox, hələ ki gəlməyib. İndi gəlin Bakıya, mütləq mən də bunu əldə edəcəm. Necə istifadə olunur? Bir qədər, bir neçə damcı su tətbiq olunur. Bunların üzərinə sonra üzü yuyursunuz. Bildiyiniz bu köpüyü əvəz edir. Ondan sonra üzdə olan artıq quru dərini, sonra sebumu tənzimləyir və tətbiq etdikdən sonra üzünüz həmin Koreya xanımlarının üzü kimi şüşə kimi olur. Sonra SPF-inizi vurub hər hansı bir yerə rahat şəkildə gedə bilirsiniz. Hətta digər bir məhsullara da istifadə etməyə ehtiyac qalmır. Bu qədər.
Sevə-sevə bunları təqdim etdik. Maska haqqında danışdıq. Və ümumiyyətlə maskalar nə dərəcədə önəmlidir? Problemdən asılıdır, yenə də dediyimiz kimi. Problemə görə istifadə olunur maskalarımız. Bu maskalar birincisi məsələn götürək, akne varsa üzdə, aknedən sonra ləkənin qalmaması üçün maska böyük rol oynayır. Və yaxud da quru dərilər bəzən necə olur, sonradan qabıqlanma verir. O da iz saxlayır. Onu da sakitləşdirməkdən ötürü maskalardan istifadə edirik. Bəzi maskaların tərkiblərinə görə qidalandırıcı olurlar. Dərinin ən önəmli hal-hazırdakı fəsildən də asılı olaraq ən önəmli dərini qidalandırmaqdır. Aydındır. Və dekolte haqqında da mən sizinlə mütləq danışmaq istəyirəm. Deyirlər xanımların yaşını əl və dekolte biruzə verir. Onun bəs qarşısını almaq üçün hansı məhsullardan istifadə etmək lazımdır? Üzə tətbiq olunan kremlər, serumlar, onları istifadə etdikdə qarşısını almaq olur, yoxsa onlar üçün ayrıca bir məhsul əldə etmək lazımdır? Elə istifadə etmək mümkündür? Bəli, əlbəttə ki, bizim hal-hazırda əlimizdə olan bütün məhsullar həm də dekolte və üz üçün də tətbiq olunur. Bədənin istənilən nahiyəsinə tətbiq eləyə bilərik bunları. Və illərdir səs salan bir prosedur var, iplər. Üz dartma deyirlər, iplər deyirlər və bəzən də cərrahi əməliyyat zamanı həkimlərə mane olurum. Onun alternativi, onu əvəz edən iplər yaranıb, hansı ki, kosmetoloji otaqda rahat şəkildə tətbiq etmək mümkündür. Təfərrüatını sizdən eşitdik. DSV Line-ın əldə olan 2 növ ipləri vardır. Mən sizə sual verdim. Sual verəndən sonra baxdıq ki, masamızın üzərində həmin iplər yoxdur. Mütləq ipləri gətirdik. İplər haqqında gəlin danışaq. Burada 3 növ bizdə iplərimiz var. Birincisi gialuronik asid tərkibli olanımız, ən çox sevilən, dolğunu əvəz eləyən hətta. İkincisi kollagen trik deyirik, kollagen tərkibli, stimulyasiya eləyən. Və üçüncüsü stretch mark. Biz ən çox bunu bədəndə istifadə edirik, çox gözəl də nəticələr verir. 3 növ əlimizdə olan iplərimiz Bu ümumiyyətlə mövcuddur. necə tətbiq olunur? Bu açıldı kosmetoloji otaqda. Bəli. Həkim kosmetoloq tərəfindən mütləq olmalıdır. Həkim kosmetoloq olmasına da mütləq diqqət edin. Və sonra açılır, həmin qırış nahiyəsinə qoyulur. Açılır, tək-tək pinset vasitəsilə xüsusi bir masada yerləşdirilir. Daha sonra yenidən oradan götürərək hansı nahiyəyə ehtiyac varsa yerləşdirilir. Ondan öncə əlbəttə ki, prosedurlarımız olunur. Dəridə qan dövranı yaxşılaşdırılır və istilik verilir xüsusi ki, bəli, bu saplarımızın əmilməsinə kömək eləsin. Və daha sonra saplar yerləşdirilir. Onun da üzərinə kollagen tərkibli serumlarımızdan vurulur. Qalıcılıq müddəti nə qədərdir? Yəqin ki, uzun müddət olur. Bəli, uzun müddətdə olduğuna görə də ki, effekti də uzun olaraq qalır. Bu cərrahi yolla tətbiq olunan saplara alternativ demək olar buna? Olar. Olar. Çox sevindirici halda mən bilmirəm, başqa firmaların, markaların belə bir məhsulu var, yoxsa yoxdur? Yoxdur. Ona görə də Dünyada ilk o zaman. Bəli, dünyada ilk olaraq tətbiq edirik. Bizim bu saplarımız Cərrahbaşı Tibb Fakültəsində Zəkai Qutlubay tərəfindən öyrənilmişdir. Təsdiq aldıqdan sonra artıq istehsala başlanılmışdır. Düzdür, ilk öncə Koreyada başlanılıb bunlar işlənilməyə, amma ki, hal-hazırda biz rəsmi şəkildə olaraq bunun distribütoru kimi fəaliyyətə başlamışıq. Ümumiyyətlə, Koreya məhsullarının effektini artıq bütün dünya təsdiq edə bilər və sevə-sevə də hər kəs istifadə edir. Azərbaycanda belə bir markanın olması bayaq da qeyd etdim, indi də vurğulayıram, çox sevindirici haldır. Çünki kosmetoloji prosedurlar təbii ki, lazımdır. Amma bəzən illəri geridə qoymuş olursan və bəzi xanımlar da kosmetoloqa müraciət etmək istəmirlər. Kim ki, iynədən qorxur, botoksdan qorxur, dolğulardan qorxur. Onlar nə qədər tez bu məhsullardan istifadə etsələr, özlərini kosmetoloji otaqda bir o qədər gec görəcəklər. Amma gec-tez görəcəklər. Mütləq. Mütləq görəcəklər. Bu qaçınılmaz bir, yəni prosedurdur, prosesdir. Həyatın reallığıdır. Bəli, bəli.
İndi bizim xanımlarımız bizə baxırlar, düşünürlər ki, bunları istifadə edəndən sonra nəticəni görəcəklər əlbəttə. Yalnız istifadə edəndən sonra bəzi prosedurları tam olmadığına görə insan istədiyi nəticəni görməyə bilər. Əgər üzündə qırış varsa, əgər məsamələri aşırı dərəcədə böyükdürsə, varsa, o zaman daha dərin şəkildə kosmetoloqa müraciət edərək bunları aradan qaldırmalıdır. Və o haqda siz danışın, necə bunlar tətbiq olunur və videolarda, reelslərdə, reklamlarda gördüyümüz üzü, o effekti daha doğrusu necə əldə etmək olar? Evdə tətbiq etməklə biz yalnız gördüyümüz prosedurları dəstəkləyirik. Amma evdə yalnız tətbiq etməklə bunların qarşısını heç cür ala bilmərik. Mütləq şəkildə mütəxəssislər, həkimlər tərəfindən bu prosedurlar icra olunmalıdır. Niyə? Çünki mütəxəssis bilir ki, hansı dərinlikdə, hansı miqdarda, hansı dozada o tətbiq eləyib nəticəni ala bilər. Ona görə də yəni ki, biz ev baxım ürünlərini bəli, evdə mütləq şəkildə istifadəyə veririk. Amma ki, qalan lazımlı problemlərin qarşısını kəsməkdən ötürü mütəxəssis özü işləməli, yəni buna məcburdur. Bunları tətbiq etmək üçün qeyd etdik ki, kiçik bir aparat var. Onlar tətbiq olunur və son olaraq bizi izləyən xanımlara, izləyicilərə, bayaq da qeyd etdiyim kimi, hamilə xanımlara, yeniyetmə qızlara nə məsləhət görərdiniz? Bir həkim kosmetoloq kimi əlbəttə ki. Ümumi bizim məhsullarla bağlı deyə bilərəm ki, heç nədən çəkinmədən, qorxmadan, tam rahat bir şəkildə hamısından istifadə edə bilərlər. Hətta ürəklə istifadə edə bilərlər, rahat şəkildə. Yeniyetmə qızlar, yeri gəlmiş ki, onu da vurğulayım, yeniyetmə qızların üzləri yağlı olur və sivilcə deyirlər. Akne deyirlər. Onlar olduğuna görə kompleks keçirir. Valideynlər, əgər bizi izləyirsinizsə, mütləq bu yaşıl seriyanı alın uşaqlar üçün. Kompleks keçirməsinlər, üzlərinə makyaj eləyib dərsə getməsinlər. Çünki bilirsiniz ki, yeniyetmə qızlar, oğlanlar kompleks keçirirlər. Oğlan uşaqları makyaj edə bilmir, amma qız uşaqları edirlər. Bunları aradan qaldırmaq üçün bu məhsullardan istifadə edin. Şüşə kimi dəri əldə etsin sizin övladlarınız, təbii ki, sizdə. Biz isə sağollaşaq. Sağ olun, bizimlə qaldınız, vaxt ayırdınız. Biz də səmərəli şəkildə sizə məlumat verdik, inandığım, bildiyim, güvəndiyim bir məhsulu təqdim etdim. Ümumiyyətlə, insan bildiyini paylaşanda, kiməsə yararlı olanda özünü xoşbəxt hiss edir. Mən də düşünürəm ki, bir xanım olaraq 1 saat ərzində vətəndaşlıq borcumu, xanım olaraq sevgimi də bu üsulla hər birinizə ötürdüm və yararlı olacağına əminəm. Mütləq geri dönüş edin və bizə də bu haqda məlumat verin. Sağ olun.